insanlar özlərini elə aparırlar ki, yəni mənə doğrudan bəzən necə bir beyin olmalı deyə, yəni insanlarda, yəni mən gecə gündüz qalıram, məşq eləyirəm, zbora gedirəm, gündə 2 dənə məşq, yəni tər tökürəm, gecəmi gündüzümə qatıram, belə deyim, məşq eləyirəm. Səncə mən bura çıxıb istəyirəm uduzum? Yox. Heç bir səbəbim yoxdur da mən bura uduzmağa. Maaşım belə də, yəni finansal baxımdan deyirsən, maaşımı vaxtında alıram. Kollektiv yaxşı idimi? Yaxşı idi. Yaxşı şəraitdə məşq eləyirik, bazamız yəni möhtəşəmdir. Yəni yaxşı belə deyək, evdə yaşayırıq. Maşın sürürükmü, hər şey var da, yəni istədiyimiz kimi ki, orada çıxıb oynamamaq üçün heç bir səbəbim yoxdur mənim. Və mənim udmamaq üçün heç bir səbəbim yoxdur. İnsanlar bəzən düşünürlər ki, yox oynamırlar, yox nə bilim nə eləmirlər. Yəni elə deyil də, yəni yox oynamırlarla deyil. İndi mən biz necə o insanları da qınaya bilmirəm. Yəni insanlar necə deyim, indi mən məsəl üçün bayaq milli qürurdan danışdıqsa, yəni insanlar da istəyirlər də öz millilərini uğurlu görsünlər, öz futbolçularını uğurlu görsünlər. Əlbəttə ki, sadəcə demək istədiyim məqam budur ki, yəni görün sizə elə emosiyalar keçirdirsinizsə də, yəni biz də istəmərik də çıxaq burada uduzaq da. Yəni insanlar sadəcə tənqid eləyənləri başa düşürəm də, yəni hətta bəzən valla deyirəm ki, futbol o qədər dəyişib, təhqir də edirlər adam, yəni belə sakit durur sanki, yəni ki. Sakitləşsinlər, yəni şey olsun. Yəni insan yorulur bəzən, yəni durmadan nəsə yazmaqları.